Bakıda və Abşeron yarımadasında fevral ayının ortalarından etibarən hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Hava və iqlim məsələləri üzrə ekspertlərin uzunmüddətli proqnozlarına görə ayın ikinci 10 günlüyü 11-20 fevralın ən soyuq və qeyri-sabit dövrü olacaq. Bu müddətdə xəzri küləyinin güclənməsi nəticəsində temperaturun normadan aşağı düşəcəyi, 14-18 fevral tarixləri arasında yağıntıların əvvəlcə sulu qara, daha sonra isə qara keçəcəyi ehtimal edilir. Xüsusilə Bakı şəhərinin hündür ərazilərində qar örtüyünün formalaşması mümkündür. Mütəxəssislər bildirir ki, fevralın son 10 günlüyündə temperaturda kəskin tərəddüdlər yaşanacaq. Qısa müddətli istiləşmə 15 dərəcə Selsiyə qədər, ardından isə yenidən yağışlı və soyuq hava dalğası gözlənilir. Qar ehtimalı isə bu mərhələdə nisbətən zəifdir.